Salam Səyyarə xanım. Bugün biz sizinlə danışırıq. Sizcə özgüvən sizin üçün nə deməkdir? Psixologiyada bir neçə mövzu var. Hansılar ki, populyar dildə, adi həyatda, qeyri-psixologiya, elmdən kənar bir həyatda o sözlərin mənası ilə elmi terminologiyadakı mənası fərqlidir. Və yaxud fərqli də deyil bəlkə də. Amma elmi terminologiyada ona verilən izahı insanlar çox vaxt bilmirlər. Yaxud da başqa cür başa düşürlər. Bu anlayışların bəlkə də mən deyərdim ilk beşiyinə girən bir anlayış var. O da özünə inam, özünə özgüvən, özünə qiymətləndirmə anlayışları. Misal üçün, terminoloji problemlərdən biri hətta odur ki, Azərbaycan dilində özgüvən bir söz yoxdur. Nə mənada? Yəni, bunun polemikasına eləmək olar. Mən bu belə polemikaları həyata xidmət edən polemika hesab edirəm. Çünki biz çoxdandan bu söz istifadə edirik və hansısa kitaba kimsə yazmaq istəmirsə ki, sırf Azərbaycan dilində yoxdur. Bunun nə elmi psixologiyaya, nə də bizim həyatımızdakı praktik psixologiyaya bir faydası yoxdur. Faydası var. Dolayısıyla özgüvən sözündən mən istifadə edəcəm. Ancaq bütün bu anlayışların fərqli spesifikası var. Bir də onların ən ümumi məsələsi var. Bu da insanın özünə münasibətidir. Yəni, insanın özünün özü ilə qurduğu münasibət. Müəyyən mənada insan əslində münasibətlər sistemində yaşayır. Və deyərdim ki, münasibətlər sistemi onun üçün həlledici bir rol olur. Və bu münasibətlərin birinci həlqəsi, birinci dairəsi insanın özünün özü ilə qurduğu münasibət. Ya da özünün özünə olan münasibət. Fikir verirsiniz, bu cümlə iki cür formada deyəm. Ancaq ki, onların özünün də fərqləri var. Yəni, mən özümlə münasibət quranda şəxsiyyət psixologiyasında bir başqa yenə də bunun kimi polemikalara səbəb olan mövzulardan biri o, öz sözünü istifadə edir. Öz, yəni insanın mən dediyimiz, ego dediyimiz hissəsi var, bir də öz dediyimiz hissəsi var. Bu da çox teoretik baxımdan çox problematik bir mövzudur. İnsan deyəndə ki, mən özümlə münasibət qururam, o özü nəzərdə tutur. Amma deyəndə ki, mənim özümə münasibətim, o daha çox mən, yəni egomu nəzərdə tutur. Dolayısıyla, baxın, görün, nə qədər burada fərqli sözlər var və hər biri çoxlu assosiasiyalar yaradır bizim anlamımızda. Ego məsələsi də eyni dərəcədə deyərəm problematik. İnsanın özünə münasibəti və özü ilə qurduğu münasibət. Bu iki cümlədə qalmışdı. Hesab edirəm ki, bu iki yanaşmanın nə qədər əslində dəyərli və fərqli olduğunu danışmağa ehtiyac var. Yəni, bu barədə düşünməyə ehtiyac var. Və özünə inam, özgüvən dediyimiz daxili dayaq necə formalaşır və necə dayanır və necə dayanıqlı ola bilər. Və adekvatlıq dediyimiz şey nədir? Yəni, sağlam özünə inam necə olur? Birinci növbədə nəzərə almalıyıq ki, insan təbiətindən xas olan ən önəmli məsələlərdən biri tərəddüdlükdür. Tərəddüdlük, yəni kaybaniya. Məsələ, qərarsızlıq mənasında tərəddüddən gedir. Məsələ, dəyişkənlikdən gedir, dinamiklikdən gedir. Yəni, hansısa bir daxili instansiya, daxili kategoriya insanda dəyişkəndir. Bəzi zamanlarda azalar, bəzi zamanlarda çoxala bilər, bəzi zamanlarda keyfiyyət cəmləşir, bəzi zamanlarda isə başqa cür ola bilər. Dolayısıyla insanın özünə münasibəti, özünə inamı, özünə arxalana bilib-bilməməsi məsələsi də dəyişkən. Yəni, sağlamlığı onun heç cür dəyişməməzliyi ilə ölçülməyəcək və ya sarsılmazlığı ilə belə ölçülməyəcək. Baxmayaraq ki, müəyyən bir sarsılmazlıq burada gözlənilir. Ancaq görürsən, hansı səviyyədə? Sağlam özünə inam anlayışını qeyri-sağlam olandan fərqləndirmək bizə nə verir?
Ümumiyyətlə mən bu gün niyə bu barədə danışmağı seçirəm? Hesab edirəm ki, günümüzdə insanın şəxsiyyət olaraq özünə münasibəti və digərləri ilə qurduğu münasibət yeri gələndə özünün kameradakı əksi ilə, ekrandakı, sosial şəbəkələrdəki, əslində dolayısıyla başqalarının gözündəki image dediyimiz o xəyalla qurduğu münasibət məsələsinə özünə münasibəti rolu nədir? Onun təsiri nədir? Hesab edirəm ki, bu sırf ona görə bu qədər önəmli olsun. Çünki insan özündə hara dayanması, əgər özünə münasibətdə sağlam özünə inam və daxili dayaq funksiyası yerinə yetirirsə, o özünün daxilində hara dayanacaq, hara arxalanacaq. Arxalanacaq yer haradır? Bu sualın ən sadə cavabı insanın öz daxili yaşantılarına arxalanması olardı. Amma yaşantılar da çox vaxt insanlar tərəfindən çox etibarsız bir şey kimi hesab olunur. Mən necə hisslərimi arxalana bilərəm? Hisslər məni çaşdırır. Hisslər çaşdıran bir şeydir. İnsan həyatında baş verən bir çox çətinliklər hisslər ucbatından olur kimi inancılar var. Düşüncələr var, qənaət var və mən deməzdim ki, bu həmişə səhvdir. Əksinə, heç hallarda doğrudur. Və dolayısıyla da hisslərə arxalanmaq mümkün, daxilə arxalanmaq mümkün. Və sağlam özünə inam, sağlam özünə münasibət hisslərlə hansı şəkildə əlaqədir? Hisslərlə özünə arxalanmaq, özünə inam nə demək? Mən qeyd edeyim ki, arxalanmaq məsələsi haradan çıxır? Və də inam sözünün kökü, yəni kiçik mənası arxalanmaq deməkdir. Və yəni məsələ burada hansı dildən tərcümə olunur mənasında deyil. Yəni sözün leksik mənası odur ki, yəni bir şeyə arxalanmaq. İnsan özünə arxalananda öz daxili yaşantılarına arxalanır demək istəyirsə, bu nə demək? Burada ən önəmli baş verməsi lazım olan hadisə şəxsiyyət tamlığının baş verməsi. Yəni şəxsiyyətin daxilində bir parçalanmışlıq hissi. Bu çox dərin patoloji səviyyələrdə ola bilər. Bu yetərincə ahəngdar bir şəxsiyyətin içində də baş verə bilər. Az çox bir dağınıqlıq vəziyyətində. Ümumiyyətlə insan təbiətinin xas olan xüsusiyyətlərdən biri də məhz həmin bu daxili bir xüsusiyyəti əgər insan təbiətinin dəyişkənliyi, dinamizmi, tərəddüdlülüyü idisə, bir digər məsələsi də onun əslində hissələrdən ibarət olmasıdır. Yəni insan daxilində mənəvi olaraq və ya psixoloji olaraq hər şey var. Qaranlığı var, işığı var, yaxşısı var, pisi var, nə deməkdirsə bu artıq. Bu anlayışlar üzrə əslində çox müzakirəyə açıqdır. Amma biz hər birimiz az çox nəsə təsəvvür edirik. Bunların müxtəlif nəzəriyyələrlə izah eləmək olar. Mən nəzəriyyələrə, alimlərə getməyəcəm. Mən daha çox istəyirəm günümüzün bu günündə bunları necə başa düşəkləri haqqında öz deyə bildiyim qədər deyim. Biraz öz interpretasiyamdan keçirdə verdim ifadə etmək istəyirəm. Daxili tamlığa nail ola bilmək, özünə sağlam arxalana bilməyin həlledici məqamıdır. Və sonra biz necə edək ki, biz daxili tamlığa nail ola bilək və bunun üçün xatırlamalıyıq ki, dinamizm varsa, sözsüz ki, avtomatik olaraq o deməkdir ki, biz mütəmadi məsələdir. Bir dəfə eləyib qutara bilməyəcək. Biz daima nəsə bununla bağlı bir münasibət qurmalıyıq. Bugün gələrsə, əgər hətta mən kültür sözündən istifadə edərdim, bu özü-özlüylə bir kültürdür, bir yaşam biçimidir, bir yaşamaq keyfiyyətidir. İnsanın özünə münasibətindən yanaşmasıdır. Necə ki, bizim əşyalara münasibətimizdə bu var, digər insanlarla qurduğumuz münasibətdə bir nəzakət qaydaları var, cəmiyyət qaydaları olur, hüquq qaydaları var, əxlaq qaydaları var. Eləcə də insanın psixoloji olaraq özünün daxili instanslarına, öz daxilindəki o hissələrə yanaşmasında, onlarla rəftar eləmək tərzində də bir kültür olmalıdır. Bu kültür məhz həmin o dağınıqlıqla qurduğumuz münasibətdir, onu yenidən bərpa edə bilmə bacarığıdır və yaxud bəzən zaman bərpa oluna bilməməsi ilə, daxili xaosla, daxili xaotikliklə, ziddiyyətlə, ambivalensiya dediyimiz iki tərəfliklə, təzadlarla bacara bilməm kültürümüzdür. Bu, onu bir
totalitar bir hakimiyyətin altına salmaq demək deyil. Onunla ahəngdar ola bilməkdir. Və bundan hər biri əslində insanın özünə göstərdiyi bir sevgi. Hansı ki, özünü sevmək haqqında da birimizdə çox danışılır. Bunu da açmağa çalışan çox mütəxəssislər var ki, bunu necə biz düzgün başa düşə bilərik. Biz bilirik, özünə münasibətin müxtəlif komponentləri var. Özünə hörmət var, özünə sevgi var, özünə qayğı var, şəfqət instansiyası dediyimiz qayğı, yəni özü-özünə mərhəmətli ola bilir və avtomatik olaraq özünü qiymətləndirmə çıxır. Özünü qiymətləndirmənin sağlamlığı, yəni adekvatlığı insan fəaliyyəti ilə çox alakalıdır. Onun nələr etməsi ilə əlaqəlidir, hansı müvəffəqiyyətlər qazanması ilə əlaqəlidir. Amma bir o qədər də onun iddiası ilə əlaqəlidir. İddia haqqında da danışmaq lazımdır. Psixologiyada iddia səviyyəsi deyə bir termin var. Hansı ki, özünü qiymətləndirmə səviyyəsi kimi bir başqa bir kateqoriya. Və onların arasında tərs mütənasiblik var, tərs əlaqə var. Yəni, iddia nə qədər yüksəlirsə, əgər ona müvafiq bir uğur qazanıla bilmirsən, yaxud fəaliyyətlər və təcrübələr nəticəsində nələrəsə iddia olunan nələrəsə çatımlıq, çətinlik çəkirsən, maneələr varsa, uğursuzluqlar varsa, travmatik təcrübələr varsa və ya ümumiyyətlə imkan şərait yoxdursa, avtomatik olaraq insanın özünün qiymətləndirməsi aşağı düşür. Çünki iddia yüksəlir, amma ona müvafiq bir müvəffəqiyyət olmur və nəticədə də özünü qiymətləndirmə aşağı olur. Bəlkə də imkan və qabiliyyət olaraq daha aşağı vəziyyətdə olan birisi sırf o iddiası yoxdur deyə bunun özünü qiymətləndirməsi daha yüksək olur. Bu əlaqə çox maraqlıdır. Bu barədə William James iktidaf edilmişdi. Bunun adını çəkmək lazımdır. Çünki William James'in bəlkə də psixologiyada bir neçə düstur var, hesablanıla bilən. Onlardan biri də budur və William James'in çoxunun görüşlərindən biridir. İddianın sağlam olması bəs nəyinə var? Biz bir insan olaraq nəyə baş qoya biləcəyimizi, nəyə baş vura biləcəyimizi, nədən uğur qazana bilib bilməyəcəyimizi nəyə əsasən proqnozlaşdırırıq? Burada reallıqla qurduğumuz bağ, gerçəkliklə, imkanlarla, mən deyərdim öz daxili qabiliyyətlərimizi tanımağımızla, şərait amilini düzgün təhlil edə bilməyimizlə, zaman-zaman təhsilimiz və biliklərimizlə çox əlaqəsidir. Çünki biz emosional fonun təsiri nəticəsində səhv iddiada ola bilirik. Həm müsbət mənada, həm mənfi. İnsanların çoxsu özünə inana bilməyən insanlar, özünə güvənə bilməyən, xüsusilə gənc yaşlarında bu çox baş verir. Müəyyən müvəffəqiyyətləri qazana bilməyən insanların çoxsunda əslində iddia səviyyəsi də aşağı olur. Yəni, belə deyim, iddia səviyyəsinin yüksək olması bizə kömək edən lokomotivlərdən biridir. Yetər ki, o reallıqla kontaktı düzgün. Yetər ki, orada bir hesablanılmışlıq olsun, bir proqnoz olsun, bir rasionallıq olsun. Yəni, iddia səviyyəsinin ən qədər rasionallığa ihtiyacı var. Düzgün hesablamaya, düzgün qiymətləndirməyə və bilgiyə təhsilə ihtiyacı var. Amma bir digər məsələ də qeyri-adekvat iddia məsələsi. Bir çox hallarda Dunning-Kruger məşhur bir belə bir tədqiqat var. Alimlərin adlarını düzgün dedim. Çox məşhur bir tədqiqatdır. Bu populyar psixologiyada biznes sahəsində çox məlum olan bir qanunluqdur. Hansı ki, az səriştəsi olan insanlar özləri haqqında daha yüksək fikirdə olurlar. Nəinki səriştəsi yüksəldikcə insanların özü haqqındakı fikri də aşağı düşür. Çünki onlar səriştə qazandıqca, təcrübə qazandıqca avtomatik olaraq müəyyən maneələrlə rastlaşırlar. Həm daxili maneələrlə, həm xarici maneələrlə. Dolayısıyla da dünyada, reallıqda nələrin əngəl ola biləcəyini dair təcrübələri və təsəvvürləri çox olur. Dolayısıyla da özləri nə dair olan o iddia dediyimiz o fikir aşağı düşür kimi görsənir, amma əslində adekvatlaşır. Dolayısıyla burada çox önəmli bir başqa məsələ. Bütün bu məlumatlar nəticə çıxarsaq, əqli bir nəticəyə gəlsək. Burada ən dəyərli məlumatlardan biri odur ki, biz uğur qazansaq da, uğursuzluq qazansaq da, təcrübəmizin necə nəticələrini asıl bilmirəm, reallığa yaxınlaşmaq
həmişə bizi daha sağlamlaşdırır. Həm reallığı qiymətləndirməmizi sağlamlaşdırır, həm də özümüzə münasibətimizi sağlamlaşdırır. Sadəcə travmatik faktor məsələsi. Travma nədir sualı da və digər polemik suallardan biridir. Travma bizim başımıza gələn hadisə deyil. Hadisə ilə bağlı gəldiyimiz nəticə. Yəni o hadisənin bizdə yaratdığı təəssüratdır, bizdə yaratdığı izdir, inancdır, qənaət. Əgər hadisənin öhdəsindən gələ bilməmişiksə, hadisənin yaratdığı emosiyaların öhdəsindən gələ bilməmişik deməkdir. Ya o desin ki, bizim həmin dövrdə dayağımız olmuyor, bizi dəstəkləyən ümid olmuyor və bizim daxili resurslarımız buna çatmıyor. Ya da ki, çox sarsıcı, həqiqətən də onsuz da heç bir nə daxili, nə də xarici resursun yetməyəcəyi bir böyüklükdə bir hadisə ilə rastlaşır. Reallığa yaxınlaşdıqca travma olmaq ehtimalımız çoxdur. Təbii ki, sarsılmaq ehtimalımız var, həmişə var. Amma bu artıq qaçınılmaz bir şey. Yaşamaqla bağlı, fəlsəfi mənada desək, insanın yaşamağı seçməsi niyyətində avtomatik olaraq burada özünlə birlikdə olacaq. Dəyərli Sərlə xanım, bu məlumat, bu sessiya üçün sizdən təşəkkür edirik. Çox təşəkkürlər. İndi isə auditoriya tərəfindən sizə bir neçə sual ünvanlamaq istərdik. Hazırsınız? Birinci sual. Yox deməyi öyrənmək niyə özgüvən əlaməti hesab olunur? Bəli, belə bir fikir var, belə bir yanaşma var ki, bu özgüvən əlaməti hesab olunur. Mən deyərdim ki, həmişə yox. Çünki bir çox hallarda hər deməyi öyrənmək, bacarmaq da özgüvən hesab olunsun. Amma əlbəttə razıyam. Yox demək insanın özü daxilində nəyisə istəmədiyi bir şeyi birinci növbədə görməsi əlamətidir. Bəlkə də sırf buna görə o özünə inam əlamət hesab olunmalıdır. Hər şeydən əvvəl. Biz dedik ki, özünə inam insanın öz daxilindəki yaşantıları ilə kontakt qura bilib, onunla uyğun yaşaya bilməsidir. Demək ki, yox deyirəmsə mən, nəsə istəmədiyim bir şeydir. İstəməmək əslində izaha ehtiyac duyulmayan bir şey olmalıdır. Özgür iradə hər birimizin malik olduğumuz ən təməl hüquqlardan biridir və ləyaqət hissini qoruyan bir şeydir. İstəmədiyim bir şeyə əngəl ola bilirəmsə, bu mənim ləyaqət hissimi sağlam işləyə bilməsi ilə bağlıdır. Dolayısıyla da özgüvən əlamətidir. Ona görə ki, mən daxili marxalana bildim, daxilimdən gələn siqnala uyğun davrana bildim və öz azadlığımı bərqərar edə bildim. Amma eyni dərəcədə hər deyə bilməkdir. Bu qətiyyən o bir ucudur, o bir üzüdür. Çünki bütün ömrümüz boyunca yox deyə gedə bilməyəcəyik. Biz həm də istədiyimiz şeylərə hər deyə bilməyi də öyrənməliyik. Amma çox vaxtı bəli, yoxdan başlayır. İkinci və axırıncı sual. Gündəlik həyatda hansı kiçik vərdişlər insanın öz güvəninin artmasına kömək edir? Yenə eyni yanaşmayı biz baş götürürük ki, insanın öz güvəninin artması, özünü daxili dayağına arxalana bilməsi və buna dayağana bilməsidirsə, kiçik vərdişlərlə başlayır hər şey və onunla da davam edir. Bayaq biz demişdik ki, mütəmadiyə biz nəsə eləməliyik bunun üçün. Onlardan biri də həmin o kiçik vərdişləri bulmaqdır. Birinci növbədə bu insanın özünə şəfqətli davranmasıdır. Öz sağlamlığına, öz rutin çox önəmlidir. Hər bir insanın az-çox xarakterması olaraq rutin ona simpatik və antipatik gəlmiş olsa belə, xarakter tiplərinə görə bunlar fərqli ola bilər. Amma sağlam həyat vərdişləri dediyimiz, hər birimizin az-çox bildiyi gigiyenik qaydalar, sağlam həyat tərzi, ünsiyyət məsələsi, sağlam mühit məsələsi, insanın öz mühiti üçün nəsə eləməsi, yavaş-yavaş öz mühitini sağlamlaşdırmağa can atan bir işlər görməsi, digər insanlarla birləşərək, bir də ki, fərd üzərindən bunu götürməyə lazım deyil. Fərd üzərindən bəlkə sağlam həyat tərzi ilə bizə, insanın özünə emosional münasibətində
bir şəfqətlilik yanaşmasını bilsək, mən əlavə edərdim həm də insanın öz icması ilə bağlı münasibətini, bağını, yaşadığı mühitdəki insanlarla, qonşularla, əşyalarla, heyvanlarla və digər insanlarla, öz fəaliyyətinə, gündəlik işinə münasibətində. Yəni, burada səliqə saxlamaq, burada bir mərhəmət, burada bir təşvişdən arınmağa can atmaq. Mütəmadi bir təşviş profilaktikasına məşğul olmaq ki, o nevrotizm, o nevrozluq azalsın və biz nə qədər çox sakit hiss eləməyə can atsaq və sinir sistemimizin sakitləşməsinə xidmət edən və sağlamlaşmasına xidmət edən fəaliyyətlər, idman fəaliyyəti, meditativ fəaliyyətlər, hər bir insanın dini inancına uyğun ya da digər inanclarına uyğun bəzi rutinləri, bəzi ritualları, bunların hər birini sağlam səviyyədə eləmək və digər insanlarla münasibətlərini də faydalılıqla ölçmək. Yəni, dünyaya və digər insanlara və özünə faydalı olmağa can atmaq. İnsan yaxşılıq eləməyə can atmayanda, ancaq nəysə sadəcə düz bir məntiqlə eləməyi eləyəndə məna hissini itirir. Amma nə zaman ki o mənalı, faydalı, biraz daha ekstra, məndən və səndən ötər, bir də əlavə bir sorarlı fikirləşmək, başqalarını düşünmək, özünü kənara qoyaraq başqasını düşünmək yox, fədakarlıqla hansında yox. Məhz artı mənası. Bu şəkildə kiçik vərdişlərlə düşünürəm, özünə inan. Çünki insan fərəh duyacağı, sevinç duyacağı işlərlə məşğul olanda özünə hörməti də, özünə sevgisi də artır. Çünki özünü həm də başqalarının gözündən görmüş olur. Və bir də ikinci dəfə, üçüncü dəfə özünə yenidən qiymət vermişim. Qiymətə layiq, qiymətə dəyər işlər gördüyünü görəndə sevinir. Tamam. Seyra xanım. Teşekkür ederim Aleyhisselam. Sizə təşəkkür edirik. Gələn podkasta qədər. Çok sağ olun.